Çox faydalı böyürtkən mürəbbəsi. Böyürtkenin sidik qovucu, yüksək təzyiq salıcı, göz zəifliyini aradan qaldırıcı və ağız yolları iltihablarını yaxşılaşdırıcı xüsusiyyəti vardı. Mürəbbə üçün yalnız dəymiş, zədələnməmiş gilə meyvələr istifadə olunur. Əvvəlcə böyürtkənləri bol su ilə yuyuruq və suyunun süzgəcin köməyi ilə süzülməsini gözləyirik. Bişirəcəyimiz qaba bir sıra böyürtkən, bir sıra şəkər ardıcıllığı ilə yığıb bir gecə suyunu buraxmağı üçün saxlayırıq. Daha sonra qazanı ocağın üstə qoyuruq. Şəkər əriməli və mürəbbə qaynamalıdır. Üzərinə köpük yığılanda taxta qaşıqla təmizləyirik. Sonra orta odun üstündə 5-7 dəqiqə saxlayırıq. Bərk qaynamamalıdır. Ocağı söndürüb mürəbbəni soyduruq. Soymuş mürəbbəni təmiz bankalara yığıb sərin yerdə saxlayın. Kanalıma baxmağı və abunə olmağı unutmayın.